Martın 14-də İlham Əliyevin də ürəyincə olacaq bir xəbər yayıldı. Donald Trampın imzaladığı fərmanla ABŞ dövlət büdcəsindən maliyyələşən 7 təşkilatda, o cümlədən Azad Avropa, Azadlıq radiolarında ciddi ixtisarların aparılmasına başlandı. Fərmanda miqyasının kiçildilməsi planlanan təşkilatlar arasında yer alan ABŞ-ın Qlobal Media Agentliyi, Azadlıq Radiosu və Amerikanın Səsi də daxil xarici ölkələrə yayımlanan ABŞ kivlərinə nəzarəti həyata keçirir. İlham Əliyev hakimiyyəti onsuz da digər müstəqil media qurumlarına olduğu kimi Azadlıq Radiosu və Amerikanın Səsinə də vaxtaşırı hücumlar eləyirdi. İndi onun xüsusi nəsə eləməsinə çox ehtiyac qalmadı. Bəs əslində nə baş verir? Trump Amerikada dırnaqarası yersiz büdcə yüklərini azaltmaq vədi ilə çox səs toplayıb. Amma ekspertlər onun bu addımlarını əleyhdarlarını, demokratik təsisatları sıradan çıxarmaq cəhdi kimi yazırlar. Amerikada elitlər hakimiyyəti tamamilə nəzarətə alır və onlar üçün bu təsisatlar təhdid kimi görünür. Azadlıq Radiosunun prezidenti Steven Kapus deyib ki, Grant sazişinin dayandırılması Amerikanın düşmənlərinə böyük hədiyyədir. İran ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra Azadlıq Radiosunun işinin dayandırılmasını bayram eləyəcəklər. Düşmənlərimizin bu qələbəni əldə eləməsi onları gücləndirəcək, Amerikanı zəiflədəcək, o bəyanatında deyib. Amma diktatorların sevinci uzun çəkməyə də bilər. Azadlıq Radiosu yazır ki, Çexiyanın Xarici İşlər Naziri Jan Lipavski, ABŞ hökuməti Azad Avropa azadlıq radiolarına ayrılan maliyyəni azaltmaqla bağlı qərar verəndən sonra bu media qurumuna mümkün Avropa dəstəyi məsələsini müzakirəyə çıxaracağını bildirib. Lipavski Brüsseldə jurnalistlərə deyib ki, martın 17-sində Avropa İttifaqı Xarici İşlər Nazirlərinin görüşündə bu məsələni qaldıracaq. Çünki Trump administrasiyasının həftə sonu Konqresin təsdiqlədiyi maliyyələşməni kəsməsindən sonra Azadlıq Radiosunun gələcəyi bəlli deyil. ABŞ tərəfdə hadisələrin necə inkişaf eləyəcəyi, bunun ehtimalının nə olduğunu bilmirik. Ona görə də gözləntilərimizə aydınlıq gətirməliyik. Lakin nəsə eləmək üçün siyasi iradədən başlamalıyıq. Lipavski görüşdən əvvəl bildirib. Azadlıq Radiosu Azərbaycanda hökumətin əsas media tənqidçilərindən biridir. Radio əməkdaşları uzun müddət ərzində yüzlərlə korrupsiya faktını ifşa eləyib, araşdırmalar dərc eləyib, müxalifətə nadir platforma imkanlarından biri kimi çıxış eləyib, aksiyaları işıqlandırıb. Bütün bu fəaliyyəti hakimiyyətin media qurumunun Azərbaycandakı varlığını iflic eləməsinə səbəb yaradıb. Sayt bloklanıb, ofis bağlanıb, əməkdaşlar həbs və sürgünə göndərilib. Azadlıq Radiosu əməkdaşları ölkədə keçirilən COP29 vaxtı da dövlət rəsmilərini tərlətmələri ilə yadda qalmışdılar. Siz mənə danışma imkan vermirsiniz. Medialara Hə. deyilmir ki,